Qaldığımız yerdən davam edirik. Səhifə 84, 7-ci çalışma. Bu tip videolar üçün də kanala abunə ola bilərsiniz. Deməli, alüminiumdan düzəldilmiş detal kub və kuboiddən təşkil olunmuş fiqur formasındadır. Onun ölçüləri şəkildəki kimi və alüminium 1 sm kubunun kütləsi də 2,7 qram olarsa, detalın kütləsi neçə qram olar? Baxırıq. Deməli, şərhlər burada bu kubdur, bu kuboiddir də biz bilirik. Kubumuz bütün tilləri onda 3'dür. Baxın, bura 3 olursa artıq kuboidimizin də bu tili 3 olacaq. Və biz birinci kuboidimizdən başlasaq, deməli V bərabərdir. Deməli 7 vur 8 vur 3. 8'də və 3'ün 24. 24'ü də 7'ye vuranda 168 santimetrin kubu. Bu V1 yazaq. Sonra V2 kubumuzun həcmi 3'ün kubu da 3 vur 3 vur 3 27 santimetrin kubu eləyir. Ümumilikdə V1 üstəgəl V2, yəni ikisini birlikdə cəmi 168 üstəgəl 27 bərabərdir 195 santimetrin kub edəcək. Deməli, ölçülər şəkildəki kimidir və alüminium 1 santimetrin kubunun kütləsi 2,7 qram olarsa, detalın kütləsi nə qədərdir? 1 santimetrin kubu 2,7 qramdırsa, 195 santimetrin kubunu artıq biz nə edəcəyik? Vuracaq 2,7-yə. Mən kalkulyator vasitəsilə vururam vaxtımı çox getməməsi üçün. Deməli, 2,7 bərabərdir 526. Deməli, buradan siz yazacaqsınız ki, 2,7 vurulsun 195, o da bərabərdir 526,5 qram. Sonra 8-ci çalışma. Ölçüləri şəkildəki kimi olan kuboid formalı qapalı qabda 1,2 litr su var. Qabdakı suyun səviyyəsi hansı hündürlükdədir? Qab bu şəkildəki kimi yan üzü üstə qoyduqda su hansı hündürlükdə olar? Baxın şərhlər. Biz artıq bilirik ki, 1 litr 1000 santimetrin kubudur. Onda 1,2 litr nə qədər olacaq? 1,2 litr biz 1000'ə vuranda 1200 santimetrin kubu eləyəcək də. Bu da deyir ki, ölçülər şəkildə kimi olan kuboid formalı qapalı qabda bu qədər su var. Aha, biz bu suyun hündürlüyünü bilmirik. Baxın, ümumi öz hündürlüyü verilsə də bu qabın suyun hündürlüyünü bilmirik. Buradan bura. Mən buradan bura H yazıram. Onda belə yaza bilərəm ki, H vurulsun. Aşağı 12. Bu tərəfin bu kiçik tildə 5 santimetrsə, yəni oturacaqları 12 və 5'dir. 12 vurulsun 5 bərabərdir. Suyun deməli səviyyəsini deyir də. Burada deyir suyun 1,2 litr su var. Mən 1,2 litr suyun da 1200 santimetrin kubu tutduğunu bilirəm də. Onda H vur 12 vur 5 bərabərdir 1200. H vurulsun 12'ni 5'ə vuranda 60 bərabərdir 1200. H da bərabərdir. Deməli 120'yi bölürük 60'a, o da edəcək 20 santimetr. Deməli, qabdakı suyun səviyyəsi hansı hündürlükdəymiş? Buradan bura 20 santimetreymiş. Növbəti, qabı şəkildəki kimi kiçik yan üzü üstə qoyduqda su hansı hündürlükdə olar? Suyun artıq 1,2 litr və yaxud da 1200 santimetr kubu olduğunu bilirik biz. Buradan baxın, bu qabı çeviriblər. Bu qabın alt uzun hissə nə qədər olub? Yəni, bura çevriləndə 30 olacaq. Bu hissə 5 qalacaq. Bu hissədə baxın, buradan burada 12 olacaq. Amma bizə bu hündürlük lazımdır da. Baxın, bura lazımdır bizə. Biz artıq suyun 1200 santimetrin kub olduğu bildiyimiz üçün biz bura bir yazırıq x. Yazıram 5 vur 30 vurulsun x bərabərdir 1200 santimetrin kubu. Buradan x bərabərdir. Deməli, 5'i 30'a vur, daha doğrusu tez x bərabərdir yazmayaq. X vurulsun 5'i 30'a vuranda 150.
bərabərdir 1200. Buradan x bərabərdir 1200 bölünsün 150. Sıfırlarımız ixtisar getsin. 120-yi 15-ə böləndə 8. Deməli, hündürlük buradan bura nə qədər imiş? 8 santimetr imiş. Növbəti sistemə baxırıq. Quşlar bizim dostlarımızdır. Quşlar canlı təbiətin bir hissəsidir. Onlar ekoloji sistemin mühüm funksiyalarını yerinə yetirirlər. Quşlar ziyanvericilərə qarşı mübarizədə sanitar rolunu oynayırlar. Onlar bitki toxumlarının yayılması və tozlanmasında da mühüm fəaliyyət göstərirlər. İnsanlar quşlar üçün müxtəlif görünüşlü yuvalar tikirlər. Quşlar öz yuvalarında yumurtaları, sonda isə balalar saxlayırlar. Çox vaxt müxtəlif quşlar üçün fərqli yuvalar hazırlanır. Birinci sualımıza baxırıq. Məktəbinizin və evinizin yanında hansı quşların yaşadığını müəyyən edin. Şərhlər, əslində bu Azərbaycanda regiondan regiona fərqlənir. Məsələn, mən daha çox Qobustan, Abşeron, Bakı tərəfi desəm, bir nömrəli sərçə, siz də rəy bölməsində əlavə etsə sevinərəm. Digər şərhlərə kömək etmiş olarsınız. Sərçə, qaranquş, sonra qarğa, qara toyuq. Təbii ki, mən də hamısının adını bilmirəm. Sonra göyərçin. Göyərçilərdən də hər göyərçin olsa da ən çox qumru yayılıb. Qumru yazıram ayrıca. Qumruda boz göyərçinlər və s. 2. Quşlar üçün niyə yuvalar tikdiyimizi və müxtəlif quşlar üçün hansı yuvanın daha uyğun olduğunu araşdırın. Biz quşlar üçün niyə yuvalar tikirik? Burada əslində verilib, baxın, yumurtalarını rahat qoya bilməsi üçün, balalarını saxlaya bilməsi üçün, özləri müxtəlif vəhşi yırtıcılardan və yaxud da yağışdan, soyuqdan qorunması üçün, yatmaları üçün. Yəni, mən şifahi deyirəm, siz yaza bilərsiniz. Yumurta qoymaları, balalarını saxlaya bilməsi, təbiət hadisələrindən qorunmaq, müxtəlif yırtıcılı heyvanlardan qorunmaq, yata bilmək və s. Nümunədə santimetrlə verilmiş təxminən sərəsən quş yuvasını hazırlamaq üçün neçə kvadrat santimetr faner taxta lazım olduğunu hesablayın. Burada ikinci yarımçıq qaldı bir dənə. Və deyir, hansı yuva daha uyğundur? Şərhlər, burada hansı yuva sizcə daha uyğun olar? Yenə deyirəm, rəy bölməsində özünüz də yazsa sevinərəm. Mənə görə bu yuva daha çox uyğun olar. Nə üçün? Dam örtüyü var, yəni dam örtüyün hamısında var əslində. Sadəcə bu qabaq hissəsi uzundur deyə, xüsusən də küləkli havada yağışın içəriyə daxil olmasını önləyə bilir, əngəl ola bilər. Bu daha mənə görə effektivdir. İkincisi də bu ola bilər. Həm görünüş, rahatlıq etibarilə, məsələn, bu çox dərin ola bilər. Bu o qədər, bu üçbucaqlar rahat olmaya bilər, ancaq bu da rahat ola bilər. Burada taxta hissədən rahat içəri tutunub girə bilərlər və s. Yəni, bu iki quş yuvası. İkisinin içərisində seçim eləsəz, üçüncü daha yaxşıdır. Sonra üçüncü suala baxırıq. Nümunədə santimetrlə verilmiş təxmin ölçülərə əsasən quş yuvasını hazırlamaq üçün neçə kvadrat santimetr faner taxta lazım olduğunu hesablayın. Şərhlər, biz bunu təxmini hesablayalım gəlin. Birinci dam örtüyü. Artıq dam örtüyü bilirik ki, baxın, sahə soruşur da kvadrat santimetr. Bura 20-dir, bura 13,5-dir. S bərabərdir 20 vurulsun 13,5 üstə gəlinsin o bir dam tərəfdə, yəni bura olduğu kimi o bir tərəfdə var. 20 vurulsun 13,5. Bu birinci, bura birinci S yazaq. Bu S1 hər dam örtüyünə aiddir. Və yox da S dam da yaza bilərsiniz. Fərqi yoxdur. Əsas özünüz başa düşün. 20-yi 13,5-ə, 2-ni 13,5-ə bura neçədir? Deməli 270. 20-ni də 13,5-ə vuranda 270 eləyəcək elə. Üstə gəlsin, yenə 270 bərabərdir 540 kvadrat santimetr. İndi aşağı hissəyə baxırıq. Baxın, bu aşağı, bura S2 yazıram. 16-nın 20-yədir. S2 də bərabərində 16 vurulsun 20 bərabərdir 320.
santimetrin kvadratı. Baxın, S yan yazaq bura. Bura görürük ki, bax, bura 14'dür. Buradan da tutulmaq olur ki, indi biz çəpinə verilib də. Bura 25'dir. Yəni, belə düşünün də siz, baxın. Bu əvvəl gəlin buraları hesablayaq, sonra bu düzbucaqlı, üçbucaqlı olan hissəyə baxarıq. 25'in 14'ə. Yəni, bura 25'in 14'ə. Baxın, belə düşünsəniz ki, bu buradandır. Bu buradandır, belə. Bura bilirik, yaxı buradan bura 25 olduğu üçün bura da 25'dir. Bura 14'dür. Onda S yan S3 verirəm bura. Bura S3 olsun. S yan da bərabərdir. 25 vurulsun 14 üstə gəl. 25 vurulsun 14 bərabərdir. 25 14'ə vurana heç eləyəcək. Kalkulatordan istifadə edirəm mən. 25 vur 14 bərabərdir 350. Yəni 350 üstə gəlsin 350 bərabərdir 700. İndi şagirdlər, nəyə diqqət edirik biz buradan? Bir dənə bu hissələri silim, çox qarışıq olmasın. Baxın, qələmimizin rəngini dəyişək. Baxın, bura belə çəkirəm mən. Buradan bura. Artıq, baxın, bu hissənin aşağıdan buranın 16 olduğunu bilirəm də, elə deyil. Bura 16'dır. İndi, burada, bura 16'dır, bax, yuxarıdan 16'dır. Mən buradan bura 25, bura 25'dir, bura 16. Arxası da belədir. Baxın, bu hissəni saxlamışam hələ, bura dəymirik. Bu qabaqdan da 16'nı 25'ə versək, çünki biz axı fiqurlardan bilirik. Məsələn, burada bir şey qeyd eləsəm, belə bir fiqurun sahəsini necə hesablayırdınız? Bölürdünüz də, yuxarını bir hesablayırdınız 3 bucağı, aşağı 4 bucaqlını bir hesablayırdınız. Onda biz də bunu bölürük. 16'nı 25'ə hesablayırıq. Burada yazıram, onda S4 olsun. Arxa ön, yəni S ön və yaxud da S arxa. Yine 2 dənə olduğuna 2 vur yazmıram, rahat başa düşəsiniz deyə. Yazıram 25 vurulsun 16 üstə gəl 25 vurulsun 16 bərabərdir. Deməli, mənim kalkulatorum hara getdi? E, 25 vur 16 bərabərdir 400. Deməli, 2 dənə olduğundan 400 üstə gəl 400 bərabərdir 800. Əla. Qaldı, baxın, bu uşaqlar, bu 3 bucaq elə deyil. Bir dənə buranı silim. Bura artıq bilirik ki, baxın, bu bərabərdir də. Burada görürsünüz, yəni bu qabaqdan görünsə belə görünər. Biz qabaqdan bunu görəndə görürük ki, deməli, bu hissə də bərabərdir. Baxın, bura. Bura da bərabərdir. Eynən bu evdə də bərabərdir. Baxın, bu evdə. Yəni, düşünün ki, siz bu evin qabaq hissəsini, quş evinin qabaq hissəsini tam çevirsəz öz-üzə tərəf, yəni belə bir şey olacaq. Baxın, belə. Burada 11,3'dür. Burada 11,3'dür. Burada düzbucaqlıdır da. Buna baxın, düzbucaqlıdır. Artıq biz düzbucaqlı üçbucağında hesablama qaydasını bilirik axı. Buraya yazıram S5 ən son. 11,3 vur. 11,3. O da vurulsun 2'də 1. Üstə gəlsin. 11 tam arxa tərəfdə hesablayırıq. 11,3 vur. 11,3 vurulsun 2'də 1. Bərabərdir. İndi 11,3, 11,3. Yəni burada hesablayayım onda. 11,3 vur 11,3 bərabərdir 127. Onu da 2'də 1'ə vurub təzədən bir də hesablamıram. 127 yazıram şaşlar mən. Özü də hesablasa görəcəksiniz. 129-dan %69. Bizə təxmini ölçü dediyindən mən bunu belə yuvaraqlaşdıracağım. 128 yaza bilərəm, elə deyilmi? 7'dən sonra 6 gəlir deyə. Santimetrin kvadratı. Mən yuxarıdan niyə kub yazmışam? Bir dənə bunları silim. Deməli, hamısında nədir? Hamısında santimetrin kvadratıdır. İndi şagirdlər, nəyə diqqət edirik?
Deməli 540, 320. Biz bunlar bir-bir hesablayacağıq. Yəni S ümumi 540 üstəgəl 320 üstəgəl 700 üstəgəl 800 üstəgəl 128 bərabərdir. 700 üstə 800 gələndə 1500, 1500 üstə 540 gələndə 2040, 2040-ın üstə 320 gələndə 2360, 2360-ın üstünə də 2360-ın üstünə də gəlirik 128. 2488 təxminən 2500 yaza bilərsiniz yuvarlaqlaşdırıb. Yəni 2500 təxmini, çünki o kəsilir, artıq qalır filan, ona görə 2500 santimetrin kvadratı. 2488 cavabı da doğrudur şagirdlər. 2500 santimetrin kvadratıdır. Sonra məktəbinizin və evinizin yanında quşlar üçün yuva hazırlayın. Bunun üçün əvvəlcə kompüterdə layihəni çəkin, sonra lazım olan materialları hazırlayın və yuvanı qurlaşdırın. Baxın şagirdlər, belə bir şey hazırlaya bilərsiniz. Baxın, layihə hazırlamalı olsaz, burada sides yanlardır. Görürsünüz ki, baxın bu yanlar. Back, arxa, front, ön. Roof, floor. Floor, baxın bu roof bu hissədir. Yəni dam, krışa, bu bilmirəm ingiliscə deyirsiniz. Baxın bu hissə, damın bir hissəsi, bu da o bir hissə, iki dənə roof. Bu da floor da döşəmə aşağı. İndi bu formada bir şeylər hazırlaya bilərsiniz. Sonra qayıtsaq. Düzdür şagirdlər, bu kartondandır, amma taxta və yaxud da karton indi bilmirəm nədən hazırlayacaqsınız. Bu formada da istifadə eləyə bilərsiniz. İngilis materiallarından istifadə etsəz daha yaxşı olar. Birdhouse, how to make birdhouse yaza bilərsiniz. Baxın, belə bir şey olacaq. Yəni, layihənin hazırlanması da PowerPoint proqramından həyata keçirə bilərsiniz. Canva vasitəsilə həyata keçirə bilərsiniz. Burada istəsəz üzərinə müəyyən dekorlar da tətbiq edə bilərsiniz. Qaydaq biz öz çalışmamıza. Baxın, burada faner taxta, mis var və s. Bu əsas böyük ehtimal bizdən nəyi tələb edir? Karton yox, kağız yox, taxta. Valideynlərinizdən yardım ala bilərsiniz burada. 5-ci də texniki imkan olan siniflərdə artıq bu da bizə aid bir şey deyil. Sizin sinifinizdən asılıdır. Bura qədər izlədinizsə abunə olmağı unutmursunuz. Sağ olun, salamat qalın.